Türkiye'nin Antalya şəhərində yaşaучы millətdaşlarımız sentyabr ayında birgə toplanıb icadi şara uzdırığa buldular. Tüp səbəbi avqust ayının sonqu günlərində uzğan Tataristan Respublikası günü. Əligi şarada bizning xəbərçimiz İlsur Nafiqov da qatnaşdı. Birdə jilğan Tatar Milli Uyuşması vəkilləri bir-birisi bilən oralaşıb Qozandan maxsus qonaq bulub kilgən artistimiz Liliya Xayrullininin icadı bilən yaxından tanışıb, aralaşu mümkünlüyünə də tuğra kildilər. Özlərinin uy kişirişləri bilən ortaqlaşqan millətdaşlarımız tel, tarix, sənqət kibik mühim məsələlərini də şiddən uzub gitmədilər. Antalya Tatarları birgə bulub uçlaşalız. Milli meseleler turunda, dil turunda, Antalya'da yaşayan, çift illerde yaşayan Tatarlar turunda kayçan bir sebep bulsak, hazırki vakitteki gibi biz birge bulup uçlaşalım. Tatarlar bütünde bizim dünyanın türlü türbeklerinde yaşayırlar. Benim de bir neçe tapır Amerika'ya barıp kayttım, Kanada'da buldum. Tatarlar onlar her ilde var. Şuna göre bunda kelgeç, men aytam, belki diaspora nedir uyuşma vardır Antalya'da da. Şuna göre nişikler mene şuraşasım kildi bunda yaşayan milletdaşlar bilen hem oralaşu taptık mene diasporanın vakilleri bilen. Tatar xalqı qaylarda gına yaşasa da, öz tilin, öz tarixi barlığın saqlarga ham aldağı buğunlarga da jitkirerge tırışa. Maxsus tatarlar tapşırığı üçün İlsur Nafiqov, Qasim Nurdinov, Antalya şəhəri.